Hər birinizi salamlayıram. Bu günləri biz sizinlə camaatlıqlar, sultanlıqlar, məlikliklər və eyni zamanda Azərbaycan torpaqlarının birləşdirilməsindən son təşəbbüs haqqında danışacağıq. İlk növbədə başlayaq Çar Balakən camaatlığından. Dedik Çar Balakən camaatlığı harada yerləşirdi? Azərbaycanın şimal-qərbində. Bax bu ərazidə və xəritədə də verilib. Çar Balakən camaatlığı yerləşir. Deyirik ki, azad cəmiyyətlər var idi. Çar, Balakən, Talat, Katex, Muxaq, Cənik bunlar özündə birləşdirən sosial-siyasi qurum idi. Deyirik 18-ci əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətdə olur, lakin 18-ci əsrin sonlarında müstəqillik əldə edirlər. Nə idi bunların əhalisi? Bu Çar Balakən cəmaatının əhalisi əsasən türk soylu tayfalardan təşkil olunmuşdu. Deyirik ki, qazilər və yaxud da kətxudalar tərəfindən şəriət qaydələri əsasında idarə olunurdu. Yəni şəriət qaydələri idarə olunsa deməli burada nədir? Ruhanilərin nüfuzu böyük idi. Və deyirik ki, bütün məsələlər xalq yığıncağında həll olunurdu. Məsələn, yetkinlik yaşına çatmış oğlanlar yığışırdı. Yəni yetkinlik yaşına çatmış oğlanlar da qoşula bilirdi. Belə bu cür deyək ki, iştirak edə bilirdi və bütün daxili xarici məsələlərdə, eyni zamanda müharibə sülh məsələlərdə həmin Çar Balakən cəmaatlığının həmin o xalq yığıncağında həll edilirdi. İndi danışaq İlisu. Elə bunun cənubunda aşağı hissəsində də İlisu sultanlığı yerləşir. Deyirik ki, 16-cı əsrin ikinci yarısında Səfəvilər dövlətinin dövründə yaranmışdı İlisu sultanlığı. Nə idi? Əhali tərəfindən seçilmiş sultan tərəfindən idarə olunurdu və dedik ki, 18-ci əsrin sonlarında hakimiyyət irsən keçməyə başladı. Bu da Çar Balakən cəmaatlığı kimi, Şəki xanlığı kimi nə idi? Azərbaycanın şimal-qərb torpaqlarının gürcülərin, yəni ya deyil gürcülərin basqınlarından qorunmasında mühüm rol oynamışdı. Sonra danışaq Borçalı sultanlığı haqqında. Bəli, bu da deyirik ki, 17-ci əsrin əvvəllərində Səfəvilər dövründə yaranmışdı. Əsasən hansı ərazilər əhatə edirdi? Borçalı və Rolu, yəni indiki Ermənistan ərazisi və Gürcüstan ərazisini əhatə eləyirdi. Dedik ki, nə baş verdi? Hətta Nadir Şah neynəmişdi? Götürmüşdü həmin Borçalını vermişdi hara? Kartli-Kaxetiya çarlığının idarəsinə. Bəli. Sonra danışırıq nədən? Var bu da Şəmşəddin sultanlığı. Bəli, deyirik ki, bunu Zülqədər tayfasını bir qorulan Şəmsəddin tərəfindən, yəni onun adı ilə bağlı idi həmin bu Şəmsəddin sultanlığı. Burada da hakimiyyət irsən keçirdi, yəni sultanın hakimiyyəti irsi keçirdi. Və dedik ki, nə oldu? 18-ci əsrin 50-ci illərində həm elə Şəmsəddindir, həm Borçalıdır, Kartli-Kaxetiya çarlığının işğalına məruz qalmışdı. Sonra məsələn biz danışa bilərik Ərəş sultanlığı haqqında. Bu da bəli Səfəvilər dövründə yaranmışdı. Nə idi? Dedik 1795-ci ildə ləğv olundu, bir mahal kimi Şəki xanlığına birləşdirildi. Daha sonra Qazax sultanlığı haqqında danışaq. Bəli, Qazax sultanlığı Səfəvilər dövründə yaranmayıb. Deyirik nə vaxt yarandı bu? 18-ci əsrin ikinci yarısında yaranmışdı Qazax sultanlığı. Və deyir ki, bunun da hakimiyyəti irsən keçən sultan idarə eləyirdi. Bundan başqa biz Qəbələ sultanlığında deyə bilərik ki, bəli, bu da Səfəvilər dövründə yaranmayıb, 18-ci əsrin ortalarında yaranmışdı və nə olmuşdu? Şəki xanlığına tabe edilmişdi. Biz dedik axı, Hacı Çələbi Azərbaycanı vahid şəkildə birləşdirmək istəyirdi. İlk addım olaraq da Qəbələni və Ərəşi özünə birləşdirmişdi. Sonra danışaq məlikliklərdən, yəni xəmsə, beşlik adlandırdıq bunu. Bunlar nə idilər? Qarabağ xanlığının tərkibində yaşayan xristian albanlar idi. Deyirik ki, əsasən bunlar nə işlə məşğul olurdu? Separatçılıqla məşğul olurdu. Biz dedik axı, Pənahəli xan bunlara qarşı parçala və hökmranlıq et siyasəti yürütdü və bir-bir bunları zərərsizləşdirib və özünə tabe elədi. Və eyni zamanda ondan sonra gələn onun oğlu İbrahim Xəlil xan da onlara qarşı mübarizə aparmışdı. Onların əsas məqsədləri o idi ki, öz dövlətlərini yaratsınlar, amma yarada bilmirdilər. Kimdən istifadə eləmək istəyirlər? Məsələn, xarici qüvvələrdən Rusları tez-tez dəvət edirdilər ki, gəlsin bura, bunlara müəyyən bir dövlət yaratmaq üçün şərait yaratsın. Aha. İndi danışaq, deyirik ki, Azərbaycan torpaqlarının birləşdirilməsinə son təşəbbüs yazmışıq. Qacar tayfaları haqqında məlumat. Nə idi bu? Oğuz tayfalarının boyat boyundan idi həmin bu Qacar tayfaları. Dedik ki, Monqolların yürüyüşü zamanı getmişlər Şərq Anadoluya, Suriyaya, amma sonradan Həsən Padşahın dövründə bunlar gəldilər Gəncədə, Bərdədə, Ağdamda, Ağcabəddə, İrəvan ətrafında məskunlaşdılar. Əsasən də nə idi?
Deyir ki, bunlar Şiə məzhəbini qəbul eləmişlər. Yəni müsəlman idilər. Hətta biz bunlardan məşhurları var idi. Qara Piri bəy Qacar var idi. Toz qoparan ləqəbli. Biz dedik ki, hətta onu Şeyx İsmail Əlvət Mirzəyə qarşı göndərdiyi ordunun komandanı təyin eləmişdi. Bundan başqa biz dedik ki, məsələn, bunlar iki hissəyə bölünürdü də. Nə idi? Qovanlı və Dəvəli Qacarlarına bölünmüşdü. Bunları Şah Abbas o vaxtı göndərdi həmin ərazilərə. Məsələn, Hüseyn xan Qacarı biz dedik ki, Astarabad vilayətinin hakimi təyin eləmişdi Şah Abbas. Bunlar da gedib köçürlər Astarabada və orada iki hissəyə bölünürlər. Qovanlı və Dəvəli Qacarlarına. Və deyir ki, danışacağımız Ağa Məhəmməd Şah Qacar da həmin Məhəmməd Həsən xan Qacarın oğlu olmuşdu. İndi Məhəmməd Həsən xan Qacarın fəaliyyəti haqqında biz danışaq. Deyirik, neynədir? O da birləşdirmə siyasət aparırdı. Deyirik ki, əvvəlcə Astarabadda möhkəmlənir, sonra Gilandır, İsfahandır, Qəzvindir. Eyni zamanda Azərbaycan cənubunun böyük bir hissəsini öz hakimiyyəti altına tabe eləyir. Sonra gəlir Xatın arxı döyüşü baş verir Qarabağ xanlığı ilə 1757-ci ildə uğur qazana bilmir və xəbər gəlir ki, Kərim xan Zənd Astarabada hücum edib. Geri qaydanda Urmiyalı Fətəli xanı özündən asılı salır və orada sui-qəsd nəticəsində öldürülür. Deyir, ondan sonra bunun oğlu başladı. Ağa Məhəmməd xan Qacar Türkman və Qacarlardan ibarət topladığı ordu ilə Kərim xan Zəndə qarşı mübarizə aparırdı. Lakin döyüşlərin birində Ağa Məhəmməd xan Qacar əsir alınır və Kərim xan Zənd onu öldürmür. İstəmirdi ki, Qacarlarla münasibətləri pisləşsin. Ona görə deyir, Şirazda onu 16 il girov saxlayır və sonradan hətta müşaviri təyin edir onun savadlı olduğuna görə. Amma Kərim xan Zənd 1779-cu ildə ölür. Ondan sonra Şirazdan Ağa Məhəmməd xan Qacar gedir Astarabada və bir-biri ilə düşmənçilik edən, yəni bir tərəf atası Qovanlı, anası Dəvəli idi də, biz dedik ki. Nə baş verdi? Həmin düşmənçilik edən Qovanlı və Dəvəli Qacarlarını birləşdirdi öz ətrafında və başladı vahid dövlət yaratma uğrunda mübarizə aparmağa. Yazmışıq ki, 1786-cı ildə ələ keçirdi ərazidə. Bəli, zərdlər üzərində qələbə çalır. Tehrandır, İsfahan, yəni İranın mərkəzi. Gilandır, Mazandarandır. Eyni zamanda Xorasanın böyük bir hissəsi də öz ətrafında birləşdirir. Hətta deyirik, Tehranı iqamətgahına çevirir, amma sonradan Tehran ilə Qacarlar dövlətinin paytaxtı olacaqdı. Bundan başqa deyirik ki, şah titulu götürür, öz adına Aslandır, günəş təsviri qızıl pul kəsdirir, amma tac qoyma mərasimini təxirə salır. Deyir, nə vaxt ki, Azərbaycanı vahid şəkildə birləşdirəcəm, ondan sonra tac qoyma mərasimi keçirəcəm. Deyirik, neynədir? Gəldi Azərbaycanın cənubunda da Sərab idi, Xoydu, Urmiyadı, Qaradağdı, onları özünə tabi eləyir. Hətta dedik ki, 1790-cı il yazmışıq. Nə yazmışıq qabana? Darüsəltənə. Darüsəltənə nə idi? Vəliəhdin oturduğu yer. Yaxşı, Ağa Məhəmməd xan Qacar haranı Darüsəltənə elədi? Təbrizi. Neçənci ildə? 1790-cı ildə. Bəli. Bundan başqa biz deyirik ki, bir dəqiqə, aha, aydındır. Bu da məsələ aydındır. Yaxşı, yazmışıq Qacarın Qafqaza yürüş etməkdə məqsəd. Yaxşı, gəlin görək Qacar niyə Cənubi Qafqaza yürüş elədi? Bu istəyirdi ki, Azərbaycanın şimalını özünə tabe eləsin, eyni zamanda Qarabağı tabe eləsin və Səfəvilər dövlətinin sərhədlərini bərpa eləmək istəyirdi. Bundan da başqa Rusiya maraqlı idi Cənubi Qafqazı işğal etməyə. Rusiyanın Cənubi Qafqazı işğal etməsinin qarşısını almaq istəyirdi. Bundan başqa biz dedik axı 1783-cü ildə Kartli Çarlığı keçdi Rusiyanın himayəsinə. Gürcü Çarlığını cəzalandırmaq istəyirdi. Ona görə də Cənubi Qafqaza yürüşə başlayır və deyirik ki, ilk növbədə diplomatik yola əl atdı. Nədir diplomatik yolda? Deyirik ki, ilk növbədə xanlıqlara fərmanlar göndərir ki, gəlin mənə tabi olun. Xanlıqların bəzisi buna rədd cavabı verir, lakin vahid cəbhədə birləşmirlər. Deyirik, 3 dənə xanlıq müsbət cavab verdi. Gəncə idi, Şəki idi və Quba idi. Amma digər məsələn xanlıqlar var idi. Deyir İbrahim Xəlil xandır, eyni zamanda Mir Mustafa xandır. Bunlar deyirlər ki, biz birlikdə müqavimət göstərəcəyik. Hətta ittifaq yaradırlar. Sonradan biz deyirik Kartli Kaketiya Çar 2-ci Iraklidi, İrəvan xanı Məhəmməd Hüseyn xandır. Həmin ittifaqa qoşulurlar. Ondan sonra Ağa Məhəmməd xan Qacar görür vəziyyət o deyil. Ona görə də neynir? Deyirik ki, 60 min ordu ilə şimala hücuma gedir. 3 istiqamətdə. Deyirdi, bir dəstə Muğandan keçib Dağıstana zərbə vurmalıdır. İkinci özü, yəni başçılıq elədiyi dəstə Qarabağla Gürcüstanı tutmalı idi. Üçüncü dəstə də İrəvana hücum etməli idi. Nə baş verir? Bax, buradan gələn dəstə, bu birinci dəstə gəlir Lənkəran xanlığına. Deyirik, həmin vaxt Lənkəran xanlığı müqavimət göstərə bilmədiyinə görə əhalini Sar adasına köçürür və müdafiə mövqeyi tutur.
Bəli, 3-cü dəstə nə edir? 3-cü dəstə gəlir Naxçıvana. Naxçıvan deyir ki, bir dəqiqə işarə eləyək. Bəli, Naxçıvanda ciddi müqavimətə rast gəlir deyə yaxşı müdafiə olunmayan İrəvana hücum eləyir. İndi gəlin görək bax Qacarın başçılıq etdiyi dəstə nə edir? Qacarın başçılıq etdiyi dəstə gəlir 33 gün Şuşanı mühasirədə saxlayır, lakin uğur əldə edə bilmir. Biz bilirik axı Şuşa alınmaz qalaydı. Şuşadan sonra istiqamətini dəyişdi hara? Tiflis şəhərinə. Bəli, sual düşə bilər. Tiflis şəhərinə Ağa Məhəmməd xan Qacar hücum eləyəndə Azərbaycan xanlarından kim ona da ərzaqla yardım elədi? Eyni zamanda dəstək göstərdi. Gəncə Ziyadoğulları Cavad xanın başçılığı altında dedik ki, Ağa Məhəmməd xan Qacara yarı kömək göstərdilər və 1795-ci ilin avqust ayında Tiflis şəhərini tutdu. Kim? Ağa Məhəmməd xan Qacar. Bununla da Tiflisi tamamilə özünə tabe eləyir. Ondan sonra gəldi hara? Muğana. Muğana gələndə Bakıdır, Dərbətdir, İrəvandır, Şamaxıdır. Neynədir? Onun asıllığını qəbul elədi. Amma xalq, məsələn deyir Şamaxıda əhali qəbul eləmir də, hökmdar olaraq qəbul eləyirlər onu. Hətta deyirik nə oldu? Şəki xan ondan xahiş eləyir ki, get Şamaxını tut, gedir Şamaxını tutur. Amma əhali o şəhəri qarət eləməyə icazə vermir. Hətta deyirik öz cibindən də o öz pulundan xassə də xəzinəsindən əsgərlərə pul paylayır. Deyirik ki, nədir? Muğanda rəsmi olaraq özünü şah elan edir. Lakin tac qoyma mərasimini ləngidir. Deyir, nə vaxt ki, mən Səfəvi sərhədlərini bərpa eləyəcəm, onda şah olacaq. Həmin vaxtı xəbər gəlir ki, bəs Nadir Şahın nəvəsi Xorasanda qiyam qaldırıb. Ona görə də Azərbaycanın şimal torpaqlarını tərk edib təcili İrana qayıdır. Niyə? Çünki Xorasan indiki Əfqanıstan ərazisidə həm iqtisadi əhəmiyyəti var idi, həm strateji mövqeyidə. Yəni Xorasan itirilməsi gələcək üçün yaxşı olmaya bilərdi. Yenidən qayıdır Muğana 1796-cı ilin Novruz bayramında təntənəli tac qoyma mərasimi keçirilir. Və deyirik ki, 1779-cu ildən formal olaraq hakimiyyətdə olan Qacarlar rəsmi olaraq 1796-cı ildə nə olurlar? Hakimiyyətə gəlirlər. Deyir, hətta gəldi Ərdəbilə Şah İsmailin qılıncını qəbul elədi. Yəni deyir ki, mən Səfəvi dövlətinin varisiyəm. Ondan sonra gedir, bütün Xorasanı Qacarlara tabe edir. Bu Xorasanda olan vaxtı kimlə danışırıq? Danışacağıq Valerian Zubovdan. Bəli, həmin vaxtı 2-ci Yekaterina əsəbləşir. Deyir ki, nətər mənim himayəmdə olan Gürcüstana Qacarlar ordu yeridir, oranı özünə tabe edib. Yəni o Qacarlar çox işlər görür Tiflisdə, biz onu tam şəkildə demirik. Nə baş verir? Ondan sonra deyirik ki, Valerian Zubovun başçılığı altında ordu göndərdi 2-ci Yekaterina 1796-cı ilin yazında. Bəli, hərbi yürüş oldu, amma orada belə bir məsələ var idi. Bu Qacarlar bura az bir miqdarda ordu qoymuşdu da, həmin ordu geri çəkilir, onlar gəlirlər. Yazmışıq hansı ərazilər, hansı xanlıqları tabe elədilər. Zubov, Dərbət, Quba, Bakı və Gəncə 3 tərəsi Xəzər sahilidir. Dərbət işarəlidir. Quba və Bakı eyni zamanda Gəncə xanlıqlarının özünə tabe edir. Bu Cavad xan da biraz narahat adam idi. Muğan küləyi kimi idi. Qacar gəlir ona kömək eləyir. Qacar gedir o birisinə tabe olur və s. Bəli, deyirik ki, amma həmin vaxtı 2-ci Yekaterina ölür 1796-cı ilin sonunda. Və oğlu gəlir, yönsüz bir oğlu var idi. 1-ci Pavel, o nədir? Götdü ordunu geriyə çəkdi. Yəni buradan geri çəkdi. Və hətta deyirik, Valerian Zubovun ordusu Azərbaycana daxil olanda Ərəb əməliyyatları Xorasanda saxlayır Ağa Məhəmməd Şah Qacar. Gəlir Tehrana. Çünki görür ki, vəziyyət pisdir də. Bunun istədiyi nə idi? Ruslar Cənubi Qafqaza daxil olmasın, amma əslində olan oldu ki, gəlib daxil oldular. Ondan sonra Qacar gəlir, Azərbaycanın şimalının 2-ci yürüşündən danışacağıq biz. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacardan danışıq. Nə edir? Ordusunu qardaşı Əliqulu xanla Təbrizə göndərir, özü də gəlir Ərdəbilə. Yenə də diplomatik yola atır, məktublar göndərir ki, gəlin mənə tabe olun. Bu Naxçıvan xanı Kəlbəli xan da bundan əvvəl məktub göndərmişdi. Nədir? Ruslara məktub göndərmişdi, gəlin buranı tutun. Bu da gələndə ora məktub göndərəndə çoxlu hədiyyələr götürür. Kəlbəli xan gedir Ərdəbildə, Qacara hədiyyələr verir, Qacar da hədiyyələr alır, deyir ki, bu Muğan küləyidir. Bunu nə etmək lazımdır? Zindana salmaq lazımdır. Kəlbəli xan həbs olunur və deyirik, şimal xanlıqları yenə də məktubu cavabsız qoyur. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar şimal istiqamətində özü hücuma keçir. Hardaydı? Ərdəbildə. Ərdəbildən şimalda haradır?
Lənkəran, Talış xanlığı. Getdi Talış xanlığına 1797-ci ildə deyirik Lənkəranı tabe edir. Lənkərandan istiqamət hara idi? Əsas hücum hədəfi Qarabağ idi. Bəli, gəldi. Deyir Qarabağlılar düzdür ki, orada müəyyən bir müqavimət göstərdilər, müəyyən işlər gördülər. Nə idi məsələ? Orada nə bilim Araz çayının məcrasını dəyişirlər, Qacarın ordusunun ərzağını, silah-sursatını yuyub aparır. Bu qədər mübarizə aparmaqlarına baxmayaraq qeyri-bərabər döyüşdə İbrahim Xəlil xan məğlub olub qaçır qaynatası Ümmə xanın yanına. Onlar da daxil olurlar. Düzdür ki, Şuşada qarətlər, qətllər törədilmir. Və həmin vəziyyətdə deyir ondan sonra artıq əsas nə idi? Qarabağ idi. Qarabağ gedəndən sonra Şamaxıdır, Şəkidir, Qubadır, Gəncədir. Bu xanlar başlayır itaət eləməyə. Amma nə baş verir? Ağa Məhəmməd Şah Qacar Hüseynqulu xandır, Cavad xandır. Bunları nə edir? Həbs elətdirir. Deyirsiniz, niyə o Valeriyan Zubov gələndə ona müqavimət göstərmədiniz? Və hətta həbs olunanlar içərisində Molla Pənah Vaqif var idi. Eyni zamanda Mehrəli bəyin oğlu Batman Qılınc ləqəbli Məhəmməd bəy Cavanşir var idi. Belə bir vəziyyətdə demək olar ki, Azərbaycan şimalını tabe eləmişdi. Həmin vaxt 1797-ci ilin iyun ayının 17-də Şuşada sui-qəsd nəticəsində öldürüldü və onun o Azəfəvi dövlətinin sərhədlərini bərpa eləmək planı yarımçıq qaldı. Nə baş verdi? Ondan sonra Batman Qılınc, Məhəmməd bəy Cavanşir ordu topladı, Qacarın ordusunu Şuşadan çıxartdı. Və ondan sonra onun yerinə Təbrizdə bir qof gəlmişdi, Vəliəhdi. Baba xan var idi. Fətəli Şah adı ilə 1797-ci ildə o gəldi hakimiyyətə. Mənə elə gəlir ki, bu qədər kifayət.